Salamlayıram hər kəsi. Ordubadın Kənd Həyatı kanalından hər kəsə salamlar. Kanalımızı bəyənin, paylaşın videolarımızı. Kanalımıza abunə olun. Bənək kəndinin gözəl mənzərəsi. Bugün 23 Mart bayramın 3-cü gündür, Novruz bayramının. Gözəl hava var, çox gözəl hava. Əsl bayram havası. Məni çıxartdı dağlara. Gəlmişdim bura bağımıza, bax bura. Heyvanatımıza baxım, ot dökəm qoyunlarımıza, toyuqlarımıza. Bura bizim bağımızdır. Tövləmizdir, burada toyuq inimizdir. Gördüm hava gözəldir, çıxdım bura. Gözəl mənzərə. Burada Naxçıvan simvolu Əlincə qalasının dağıdır. Gözəl, gözəl, gözəl mənzərələr. Dolaydan qızlar açar pəncərə. Pəncərələrdən nə gözəl mənzərə. Allah rəhmət eləsin Məmməd Hüseyn Şəhriyarı. Təbrizimizdəki Heydər Babatlı dağa yazdığı şeirdən bir kublet. Allah ona rəhmət eləsin. Məzlum şair. Sadə şair. Allah rəhmət eləsin. İmam Hüseyn aşığı idi. Gözəl insan idi. Gözəl şair idi. Allah rəhmət eləsin. Bax, ora kənd mərkəzidir. Məktəb, ambulatoriya. Kənd mərkəzi binası, yenə ticarət mərkəzi. Meydanımızın minarəsidir. Bax, o çinarlardır. Orada da sazın çalındığı yerdir. Səsi də gəlir. Video ola bilsin düşməz. Amma səsi gəlir. Gözəl. Çox gözəl mənzərə var. Videonu çox uzatmaq istəmirəm. Burada Hacı Vidoşun bağıdır. Baxarsan bağ olar, baxmazsan da olar. O bağı da bir gün çəkəcəyim inşallah. Sonra dağlar barəsində, dağların adı barəsində. Kəmki dağıdır. Dağlar çoxdur. Video uzanmasın deyə. İndi demirəm, onlar barəsində çəkəcəyim. Burada bu arada Tonqal şeydir, təpəsidir. Uşaqlar burada Tonqal yandırmışlar. Orada bizən cavanları orada yandırmışdı, baxın. Bax bu təpədə. Sağ olun, vaxtına sağ səlamət inşallah. Gələn il bu zamana Allah səlamət çıxartsın hamımızı. Allah ölənlərimizə də rəhmət eləsin.